Desəm ki, aprel ayında Oksfordda elmi dərəcə almış ilk qadınlardan biri ilə tanış olmuşam. İnanarsınız? İnanın, çünki bu ingilis yazıcısı Dorothy Lee Sayers'dir. Qadınlar Oksfordda 19-cu əsrdən təhsil almağa başlasalar da onlara rəsmi şəkildə diplom və elmi dərəcə yalnız 1920-ci ildən verilməyə başlanır. Elə həmin ildə Sayers magistr dərəcəsi alan ilk qadınlardan biri kimi tarixə düşür. Bəs bizim yolumuz necə kəsişib deyə soruşsaz, cavabım çox sadədir. Sayers dedektiv janrında əsərlər qələmə alır və bu janrın qızıl əsrinin görkəmli nümayəndələrindəndir. O, 1920-ci ildə Londonda bir sıra dedektiv yazıcısı tərəfindən təşkil olunan və bugünədək fəaliyyətini davam etdirən dedektiv klubunun qurucularından biri və Lord Peter Wimsey adlı xəfiyyə obrazının yaradıcısıdır. Sayers'dan oxuduğum ilk kitab isə Qeyri-təbii ölüm oldu. Bu əsər də Peter Wimsey seriyasındandır. Həmin seriyanın 3-cü kitabıdır. Uzun müddət xəstəlikdən əziyyət çəkən yaşlı və imkanlı bir qadın vəfat edir. Hamı bunun təbii ölüm olduğunu söyləsə də, Peter Wimsey ardıcıl baş verən təsadüflərdən şübhəyə düşür və təbii ölüm maskası altında baş verən silsilə qatilləri araşdırmağa başlayır. Araşdırma kifayət qədər maraqlı və dinamik irəliləyir. Hərçənd mən cinayətkarı lazımsızcasına tez tapmışdım. Bununla belə motiv fərqli idi. Həmin dövrdə İngiltərədə vərəsəliklə bağlı qəbul edilmiş qanundakı boşluqdan yararlanmaq istəyi üzərində qurulmuşdu. Bu baxımdan da, yəni boşluqdan yararlanmaq baxımından da məsələ hələ də aktuallığını itirmir. Qəhrəmanların mizoginist, irqçi fikirləri müasir dövrün narrativinə nə qədər zidd olsa da, insan övladının ən azından nitqində siyasi korrektlik yolunda qət etdiyi inkişafı görməyimə xeyli kömək oldu. Şükür etdim ki, həmin dövrdə yaşayan qadın deyiləm. Siz də mənim kimi klassik ingilis dedektivlərini sevirsinizsə, Agatha Christie'ni başdan ayağa oxuyub bitirmisinizsə, fərqli nəsə axtarırsınızsa, Dorothy Lee Sayers özündən müştəbih xəfiyyəsi ilə köməyinizə çata bilər.